Baxın, təsəvvür edin ki, ürəyinizdə açıq əməliyyat olunmalısınız. Çox ciddi bir cərrahi müdaxilədir. Siz cərrahı necə seçərdiniz? Yəqin ki, çox diqqətlə, yəni hər kəsən yaxşısını axtarır. Dəqiq. Çox güman ki, onun tibbi təhsilinə, uğurlu əməliyyatlarının statistikasına falan baxardınız. Yəni, heç kim durub TikTokda 200 min izləyicisi var, neştərlər haqqında belə inamlı ucadan danışır deyə həyatını kiməsə etibar etməz. Düzdür? Təbii ki, yox. Bu intihar kimi bir şey olar. Bax, məsələ də elə budur. Amma biz bəlkə də ürəyimizdən də vacib olan bir şeyə, yəni övladlarımızın, bütöv bir cəmiyyətin gələcəyini formalaşdıran təhsil sisteminə gələndə, hər gün məhz bu səhvi edirik. Ekranda ucadan danışan hər kəsi təhsil eksperti kimi qəbul edirik. Və bilirsiniz, bu o qədər təhlükəli bir tendensiyadır ki, biz ümumiyyətlə fərqində olmadan təhsilin gələcəyini elmi əsaslardan qoparırıq. Sadəcə, necə deyərlər, kim daha çox səs-küy yaradırsa, meydanı ona veririk. Yəni, hazırda bu təhsil ekspertizi anlayışı öz əsl mahiyyətini tamamilə itirib. Bir növ inflyasiya uğrayıb, hə? Dəqiq, dəyərdən düşüb. Və bizim bugünkü dərindən təhlilimizin missiyası da məhz elə budur. Sizinlə birlikdə hər gün ekranlarda gördüyümüz, amma əslində kim olduğunu bilmədiyimiz bu anlayışı araşdıracağıq. Müzakirəmizin əsasını isə ADPO-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru İlham Əhmədovun çox kəskin bir məqaləsi təşkil edir. Məqalə Azərbaycanda ekspert anlayışının böhranından bəhs edir. Və çox vaxtında yazılmış bir təhlildir, düzü. Bəli. Amma gəlin elə dərhal məsələnin içinə girək. Məqalədə mənim diqqətimi çəkən bir başlanğıc nöqtəsi oldu. İdarə etmə tərəfindən, yəni Dövlət İmtahan Mərkəzinin sədri Mələkə Abbaszadənin yaxınlarda dediyi bir fikir xatırladılır. O deyir ki, ekspert olmaq üçün ən azı 5 il təcrübə və elmi məqalələr lazımdır. İndi mən biraz şeytanın vəkili rolunu oynamaq istəyirəm. Buyurun, oynayın. Bu qayda əslində kifayət qədər məntiqli səslənmir. Yəni, bir adam 5 il bu sahədə sinifdə, məktəbdə işləməyibsə, niyə o sistem haqqında danışmalıdır ki? Çərçivə çox dəqiq cızılıb məncə. Yəni, baxın, sizin bu argumentiniz ilk baxışdan tamamilə sağlam məntiqə əsaslanır. Həqiqətən də təcrübə əla başlanğıc nöqtəsidir, amma burada çox böyük bir amma var. Bəli, biz sadəcə 5 il işləmisən və ya 2 dənə məqalə yazmısan meyarı ilə kifayətlənsək, cəmiyyət olaraq yeni tələyə düşərik. Niyə ki? Təcrübə az şeydir. Yox, məsələ o deyil. Sadəcə 5 il staj insanı avtomatik olaraq analitik düşüncə və ya sistemi kənardan görmək bacarığı vermir. Bir dəqiqə dayanın, gəlin bunu aydınlaşdıraq. Siz demək istəyirsiniz ki, 15 il, 20 il sinif otağında o uşaqlarla birbaşa işləyən, hər gün o qaynamanın içində olan bir müəllim, hansısa kabinetində beynəlxalq cədvəllərə baxan bir tədqiqatçıdan daha az şey bilir? Yox, qətiyyən. Məsələ kimin daha çox və ya az bilməsində deyil. Məsələ odur ki, onlar tamam fərqli şeyləri bilirlər. Yəni, bir müəllimin 20 il dərs deməsi, bəli, çox böyük sədakarlıqdır. Amma o, sistemi mikro səviyyədə sadəcə öz sinif otağı çərçivəsində görür. Aha, yəni böyük mənzərəni qaçırır. Tamamilə. Təhsil sistemi axı sadəcə lövhə qarşısında dayanmaq deyil. O, psixologiyanın, sosiologiyanın, iqtisadiyyatın, hətta idarə etmənin kəsişməsində işləyən nəhəng bir maşındır. Ki, hər gün avtomobil sürürsünüz. Tıxaclarda, çətin yollarda mükəmməl sürücüsünüz. Maşının çıxardığı hər xırda səsi tanıyırsınız. Amma bu staj sabah mühərrik xarab olanda sizin o kapotun altına girib sıfırdan yeni, daha səmərəli bir mühərrik dizayn edə biləcəyiniz anlamına gəlmir. Çox dəqiq nümunədir. Sürücülük stajı ilə mühəndislik tamamən fərqli peşələrdir. Bəli, və məqalə də elə bunu deyir. Ekspert o mühərriki dizayn edən, o mürəkkəb sistemi quşbaxşı təhlil edən adamdır. Sadəcə süykanda oturan yox. Elədir. Və İlham Əhmədov burada çox kədərli bir mənzərəyə diqqət çəkir. Baxın, sosial medianın və ya televiziyanın algoritmləri elə qurulub ki, onlar ən dərin analizi yox, ən səsküylü, ən emosional çıxışı mükafatlandırır. Reyting məsələsi. Bəli, və nəticədə informasiya bolluğu bizi keyfiyyət illüziyasına salır. Kimsə təhsil haqqında qışqıraraq problemləri sadalayırsa, bizə elə gəlir ki,
Bu adam ekspertiza edir. Halbuki o sadəcə hamımızın onsuz da bildiyi dərdi ucadan səsləndirir. Bu, fikir bildirməkdir. Təhlil etmək yox. Bilirsiniz, mənbədə bununla bağlı çox şok edici bir detal var idi. Müəllif yazır ki, vaxtı ilə universitetə cəmi 250-300 balla daxil olmuş, heç bir ciddi elmi bazası olmayan bəzi şəxslər bugün televiziyalarda saatlarla təhsil eksperti kimi təqdim olunur. Çünki onlar kameraya necə danışmaq lazım olduğunu bilirlər, şou yarada bilirlər. Dəqiq. Eyni zamanda o əsl data ilə işləyən, mühərrikin necə işlədiyini bilən elmi tədqiqatçılar isə heç kimin yadına düşmür. Çünki onlar populizm etmirlər, səssizcə işlərini görürlər. Bu isə birbaşa dəyərsizləşmədir və bu bizi əslində çox kritik bir suala gətirib çıxarır. Əgər populyarlıq, ekspertliyi müəyyən etmirsə, 5 illik quru stajda tək başına bəs etmirsə, bəs onda kim bu statusu verməlidir? Bax, elə bu sual bizi məqalədəki ən tənqidi hissəyə aparır. Müəllif burada idarəetmə və ekspertiza arasındakı ziddiyyətə toxunur. O qeyd edir ki, Elm və Təhsil Nazirliyi bəzən ekspert statusunu elə özü müəyyən etmək istəyir. Yəni, mənim istədiyim adam ekspertdir məntiqi ilə. Mənbə bunu şagirdin tələbəni imtahan etməsinə bənzədir. Yəni, tam bir məntiqi paradoks. Səbəbi də çox sadədir. Bu, idarə etmə elmində klassik bir şeydir, maraqlar toqquşmasıdır. Gəlin bunu çox bəsit izah edək. Təsəvvür edin ki, bir sistemi idarə edən qurum, o sistemi kənardan obyektiv qiymətləndirməli olan müstəqil ekspertləri özü seçir. Yəni, səni yoxlayacaq adamı sən özün təyin edirsən. Bəli, əgər sənin səhvlərini üzə çıxaracaq adamı özün seçirsənsə, orada hansı elmi obyektivlikdən söhbət gedə bilər? Bu sadəcə qapalı bir dövrə yaradır. Məqalədə çox sərt bir nümunə var idi. Təbii ki, bizim məqsədimiz dinləyicilərimiz üçün aydınlaşdıraq ki, kimisə mühakimə etmək deyil, biz sadəcə məqaləni təhlil edirik. Amma müəllif idarəetmə ilə sahə biliyinin fərqini göstərmək üçün yazır ki, əgər məsələ sadəcə inzibati təyinatlara qalsa, vaxtilə hansısa şarab və ya şəkər zavodundan ixtisara düşən adamları necə təhsil meneceri təyin edirdilərsə, indi də onlara rahatlıqla ekspert statusu verə bilərlər. Çox ironik, amma reallığa yaxın bir mənzərədir. Bunu oxuyanda öz-özümə fikirləşdim ki, bəli, idarəetmə universal ola bilər, amma sən şəkər zavodunu idarə etdiyin kimi bir məktəbi idarə edə bilməzsən axı. Oradakı material şəkər çuğunduru deyil, insan beynidir, uşaq psixologiyasıdır. Tamamilə doğrudur. Buna görə də müəllif bu struktur problemini bu qədər qabardır. Bir insanın çox yaxşı idarəçi olması, onun təhsilin fəlsəfəsini, inkişaf psixologiyasını, o beynəlxalq ölçmə mexanizmlərini dərindən bildiyi anlamına gəlmir. Menecer sadəcə qaydaları tətbiq edir. Bəli. Ekspert isə o qaydaları sorğuluyur. Sual verir ki, ümumiyyətlə bu qaydalar düzgündürmü? Bəlkə bu qaydalar elə sistemin özünü məhv edir. Yaxşı, biz nəyin səhv olduğunu, ekspertin kim olmadığını çox gözəl xırdaladıq, amma istəyirəm biraz da konkretləşdirək. Bizi dinləyən adam yəqin ki düşünür, yaxşı, bəs əsl ekspert kimdir? Üzərində barkod yoxdur ki, mən bunu skan edib bilim. Məqalə burada çox maraqlı bir şey təklif edir. İdeal ekspertin professiogramını çıxarır. Düzü, bu professiogram sözü mənə biraz çox akademik gəldi. Bəli, bu sırf pedaqoji termindir, amma ən sadə dillə desək, bu bir peşənin ideal modelidir. Yəni, o peşəni həyata keçirən şəxsin sahib olmalı olduğu bacarıqların xəritasıdır. Müəllif 6 əsas səriştə qeyd edir. Amma istəyirsiniz bunu quru siyahı kimi oxumayaq. Təsəvvür edək ki, ortada real bir böhran var. Əla fikir. Gəlin bir ssenari quraq. Təsəvvür edək ki, böyük bir regionda, məsələn 50 məktəbdə, birdən-birə şagirdlərin oxuyub anlama bacarığı kəskin şəkildə 30% aşağı düşüb. Bax, bu böhran qarşısında yalançı ekspert nə edəcək, əsl ekspert nə edəcək? Yalançı ekspert dərhal çıxıb televiziyada qışqıracaq ki, müəllimlərimiz savadsızdır, uşaqlar bütün günü telefonda oyun oynayır, təhsil məhv oldu. Fikir verdinizsə, o heç nəyə analiz etmədi. O sadəcə hamının zehnindəki şablonları təkrarladı. Bəli, ən asan yolu seçdi. Amma əsl ekspertin birinci və ikinci səriştəsi burada işə düşür. Analitik düşüncə və empirik tədqiqat. O dərhal qərar verməz. O sual verər ki, niyə düşüb? Və bunu tapmaq üçün
empirik metoda müraciət edər. Məsələn, gedər 10 məktəb seçər, orada sınaq edər, datanı toplayar. Baxar görək, bəlkə dərsliklərə yeni əlavə olmuş hansısa bir mətin uşaqların beynini qarışdırır. Aha, yəni siz demək istəyirsiniz ki, ekspert eynilə tibbdə olduğu kimi davranır. Necə ki, bir dərman sınaqdan keçirilir, bəzilərinə əsl dərman verilir, bəzilərinə plasebo, sonra nəticə öyrənilir. Məhsələdir. Empirik dediyimiz budur. Yəni, məncə belədir yox, mən yoxladım və rəqəmlər bunu göstərir demək. Sonra 3-cü və 4-cü addım gəlir. Təhsil siyasəti və beynəlxalq müqayisə bacarıqları. Yəni, dünyada nə baş verdiyini bilmək. Bəli. Əsl ekspert qanunvericiliyə baxar, dünyanı analiz edər. Məsələn, bu oxuyub anlama problemində Estoniya və ya Singapur necə uğur qazanıb. Lakin burada çox incə bir məqam var. O, bu modelləri sadəcə əzbərləyib gətirib Azərbaycana kopyalamaq istəməz. Çünki bizim reallığımız başqadır. Tamamilə. O başa düşər ki, Finlandiyanın iqtisadiyyatı, mədəniyyəti, ailə modeli fərqlidir. O yalnız mexanizmi anlayıb, onu lokal şəraitə adaptasiya edər. 5-ci bacarıq olaraq isə məqalə proqnozlaşdırmanı qeyd edir. Bax, bu mənə görə ən həlledici olanlardan biridir, xüsusilə indiki sürətli dövrdə. Ekspert gələcəyi görən adam olmalıdır. Təbii ki, söhbət falçılıqdan getmir. Söhbət ondan gedir ki, bugün süni intellekt hər şeyin altını üstünə gətirir. Sabah ChatGPT məktəblərə tam inteqrasiya olunanda biz uşaqları necə imtahan edəcəyik? Ekspert 10 il sonranın peşələrini düşünüb sistemi ona hazırlamalıdır. Çox doğru vurğuladınız. Gələcəyə hesablanmış baxış olmalıdır. Və ən nəhayət 6-cı bacarıq kommunikasiya. Yəni, adam bu qədər dərin, mürəkkəb, elmi təhlili sadə manipulyasiya etmədən sıravi vətəndaşın, valideynin başa düşəcəyi dildə anlada bilməlidir. Deməli, analitik düşüncə, empirik tədqiqat, siyasət, müqayisə, proqnoz və kommunikasiya çox yaxşı bir xəritədir. Amma bilirsiniz, məqalədə çox vaxt insanların nəzərdən qaçırdığı bir hissə də var. Və mənim üçün bəlkə də həlledici olan budur. Ekspert nə etməməlidir? Bəzən adamın nəyi etməməsi onun kimliyini daha aydın göstərir. Nələri etməməlidir ki? Həqiqi ekspert ən əvvəl populist çıxışlardan qaçır. O, heç vaxt hər mövzuda mütləq həqiqəti bildiyini iddia etməz. Qarşısına mikrofon uzadılanda mən hər şeyi bilirəm ədasıyla çıxış etməz. Ən vacibi də odur ki, yeri gələndə mən bu məsələni kifayət qədər tədqiq etməmişəm, bilmirəm deməyi bacarmalıdır. Bax, bu çox nadir rast gəlinən bir şeydir. Hansı televiziya eksperti mən bilmirəm deyər ki, yalancı ekspert bunu heç vaxt deməz, çünki elə bilir ki, nüfuzu zədələnər. Bəli. Əsl ekspert isə siyasətdən, reytingdən uzaqdır. Sadəcə faktlarla və elmi obyektivliklə çıxış edir. Növbəti dəfə dinləyicilərimiz xəbərləri oxuyanda əminəm ki, bu sadaladığımız meyarlar onların beynində bir filtr rolunu oynayacaq. Ekranda o hərarətlə danışan adam doğrudanmı bu meyarlara cavab verir? Yəqin ki, çoxu yox. Yaxşı, biz ideala baxdıq, amma reallığı da gördük. Reallıq budur ki, cəmiyyətdə səsküylü adamlar hər yerdədir. Amma əsl mütəxəssislər görünməzdir. Niyə belədir axı? Bizdə sadəcə savadlı kadr yoxdur, yoxsa bu hansısa bir ekosistem problemidir? İlham Əhmədov bunun bir mənalı olaraq struktur problemi olduğunu qeyd edir. Baxın, bir tədqiqatçının, analitikin ən böyük silahı nədir? Datalar. Məlumatlar. Əgər bugün Azərbaycanda sistemli təhsil analitikası zəifdirsə, bunun ən birinci səbəbi məlumatların açıq olmamasıdır. Yəni necə? Bunu biraz açaq. Datanın qapalı olması nə deməkdir praktikada? Təsəvvür edin ki, siz meteoroloqsuz, havanı proqnozlaşdırmalısınız. Amma dövlət sizdən bütün termometrləri, təzyiq ölçənləri gizlədir və deyir ki, hava haqqında yalnız bizim icazə verdiyimiz rəsmi məlumatlara əsasən danışa bilərsən. Bu ki, absurd olar. Mən necə elmi proqnoz verim o zaman? Ay sağ ol, mümkün deyil. Təhsildə də vəziyyət eynidir. Əgər müstəqil analitika mərkəzləri, tədqiqatçılar məktəblərdəki davamiyyətə, büdcə hərclərinə, imtahan nəticələrinin detallı alt faktorlarına, yəni o böyük məlumatlara, big dataya sərbəst çıxış əldə edə bilmirsə, hansı təhlil aparacaqlar? Və nəticədə meydan qalır o, heç bir məlumata ehtiyacı olmadan saatlarla emosional danışan populistlərə. Tam olaraq belədir. Digər böyük problem kimi də məqalədə elmi debat mədəniyyətinin olmaması göstərilir. Bax, bu mənim ən yaralı yerimdir. Bizdə hər hansı bir müzakirəyə baxsanız, diqqət etmisinizsə, ideyalar yox, adamlar müzakirə olunur. Kimsə bir fikir deyir, qarşı tərəf ona
Sənin argumentinin filan yerində məntiqi qırılma var demək əvəzinə başlayır ki, sən kimsən ki bunu deyirsən, sənin neçə il iş stajın var? Hə, şəxsiyyəti hücum edirlər, arqument kənarda qalır. Bəli, sənin öz uşağın harada oxuyur, kimi suallar verirlər. Belə bir toksik mühitdə hansı ciddi alim, hansı ağır çəkilli tədqiqatçı o bataqlığa girib söz demək istəyər ki? Çox haqlısınız və mənbəmizdə məhz bunu vurğuluyur. Amma sadəcə problemi deməklə kifayətləmir, konkret həll yolları da təklif edir. Nə təklif edir məsələn? Birincisi, rəsmi bir ekspert peşə standartının yaradılmasını təklif edir. İkincisi, mütləq şəkildə müstəqil tədqiqat mərkəzlərinin, dünyada bunlara think tank deyirlər, onların yaradılmasını vacib sayır. Üçüncüsü də elə bayaq dediyimiz o açıq məlumat, yəni open data siyasətinə keçilməsi. Dördüncü addım isə mənim xüsusilə xoşuma gəldi, təhsil siyasəti laboratoriyalarının yaradılması. Bu çox möhtəşəm ideyadır. Bu o deməkdir ki, kimsə bir səhər yuxudan oyanıb, sabahdan bütün ölkədə dərsliklər dəyişdirilsin və ya yeni bir metod tətbiq edilsin qərarını verməməlidir. Bəli, çünki bu, bütün ölkəni eksperimentə çevirməkdir. Dəqiq. Bunun əvəzinə bir laboratoriya mühiti yaradılır. Pilot məktəblər seçilir, yeni qayda orada kiçik miqyasda sınaqdan keçirilir. Nəticələri ölçülür, datası yığılır və yalnız elmi ekspertizadan keçəndən sonra bütün ölkəyə yayılır. Beləliklə biz bütöv bir nəsli səhv qərarlardan qorumuş oluruq. Əla xülasə etdiniz. Həqiqətən də, əgər biz bu addımları atmasaq, rəqəmləri araşdırmaçılara açmasaq, xaricdən ən ideal, ən mükəmməl sistemi də gətirsək, o bizdə işləməyəcək. Ekosistem dəyişməlidir. Bizə o bayaq dediyimiz multidisiplinar texnologiyanı anlayan yeni nəsil mütəxəssislər lazımdır. Yaxşı, gəlin yavaş-yavaş bu danışdıqlarımızı bir araya toplayaq. Biz bugün bu araşdırmamızda nələri öyrəndik? Biz televiziyada gördüyünüz, sosial şəbəkələrdə eşidib əsəbləşdiyiniz o səsküylü şərhlərdən uzaqlaşdıq. Təhsil ekspertizasının əslində necə elmi, mürəkkəb və dərin bir peşə olduğuna baxdıq. Bəs bütün bunlar dinləyicimiz üçün niyə bu qədər vacibdir? Biz onları niyə bu terminlərlə, bu akademik anlayışlarla yüklədik? Çünki bu, birbaşa onların həyatına təsir edir. Övladlarınızın gələcəyi, təsadüflərin, yanlış yazılmış dərsliklərin və ya düzgün qurulmamış imtahan sistemlərinin ümidinə qalır. Təhsil elmi məcrasından çıxanda ümumiyyətlə cəmiyyət inkişafdan qalır. Razıyam. Və sistemi idarə edənlərlə sistemi təhlil edənlərin eyni adamlar olması bu prosesi sadəcə daha da çıxılmaz vəziyyətə salır. Bizə sərt, lakin elmi suallar verən müstəqil beyinlər lazımdır. Doğrudur və elə burada bugünkü müzakirəmizin sonunda beynimdə yaranan və məncə sizi də çox düşündürəcək tamamilə yeni bir fikri ortalığa atmaq istəyirəm. Bir növ təhrik edici bir sual. Maraqlıdır, buyurun. Məqalənin sonlarında müəllif gələcəyin çağırışlarından, süni intellektdən, big datadan bəhs edir. İndi bir anlıq o bayaqdan bəri saydığımız ideal ekspertin portretini göz önünə gətirin. Biz dedik ki, o kütləvi hisslərə qapılmamalıdır, yəni emosiyasız olmalıdır. Biz dedik ki, o nəhəng dataları, illərin statistikasını çox qısa vaxtda, bəlkə də saniyələr içində analiz etməlidir. Eyni anda həm Finlandiyanın, həm Singapurun sistemini, həm də yerli qanunvericiliyi beynində saxlayıb qüsursuz müqayisə aparmalıdır və ən əsası heç bir siyasi və ya inzibati marağı olmamalıdır. Bəli, elədir. İndi düşünün, əgər bizim axtardığımız təhsilimizi xilas edəcək bu qüsursuz, qərəzsiz, yalnız səbəb-nəticə əlaqəsinə söykənən superanalitik belə bir şeydirsə, bəlkə də gələcəyin ən böyük təhsil eksperti heç insan olmayacaq. İnsan olmayacaq deyəndə süni intellekti nəzərdə tutursuz. Bəli. Bəlkə də axtardığımız o ideal ekspert elə bizim indi istifadə etməyə başladığımız süni intellektin o neyron şəbəkələrinin qaçılmaz bir təkamülüdür. İnsan amilinin, o egonun, maraqlar toqquşmasının olmadığı o təmiz alqoritm. Bəlkə bizim uşaqlarımız üçün ən düzgün təhsil siyasətini gələcəkdə elə o yazacaq. Wow! Bu, doğrudan da adamı düşünməyə vadar edən bir ehtimaldır. Həm qorxuducudur, həm də bəlkə də xilas yoludur. Bax, elə sizi bu provokativ sualla, bu fikirlə baş-başa buraxırıq. Növbəti araşdırmalarımıza dək öyrənməyə, sual verməyə və həmişə o görünən səthin altına baxmağa davam edin. Hələlik.